17 min manat endirim olunan bu mənzil bu gün satıldı, satılmadı, satışı dayandırılacaq. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində Osmanlı hamamın yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 35 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə tam təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzil 1-ci mərtəbə olmasına baxmayaraq yerdən təxminən 2 metr hündürlüyündədir. Və ən əsas məsələ də ondan ibarətdir ki, binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mən bu mənzili təxminən 5-10 gün bundan öncə paylaşım etmişdim. Onda 110 min manata təklif olunurdu. Hal-hazırda 17 min manat endirim olunduğu üçün yenidən paylaşım etdim ki, siz dəyərli izləyicilərin də xəbəri olsun. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində Osmanlı hamamın yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 35 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə tam təmirli, qazı, suyu, işığı daimi olan bir mənzildir. Sənədi kupçadır. Təcili olaraq 93 min manata bugün satışa çıxarılıbdır. Bugün satıldı, satılmadı, bu mənzilin satışı dayandırılacaq. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Çox təcili olaraq Yeni Yasamalda 2 otaqdan 3 otağa düzəlmə 100 kvadratlıq mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində həm Məhəmməd Xiyabani, həm də Dadaş Bünyadzadə küçəsinə təxminən 100-150 metrlik məsafədə yerləşən yeni inşa olunmuş binanın 2-ci mərtəbəsində ümumi sahəsi 100 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə tam təmirli bir mənzildir. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər həm Məhəmməd Xiyabani, həm də Dadaş Bünyadzadə küçəsindən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Məhəmməd Xiyabani və Dadaş Bünyadzadə küçəsinə çox yaxın bir ərazidə yeni inşa olunmuş 12 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 100 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə tam təmirli, ipotekaya yararlı bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Əvvəldə də bildirdiyim kimi binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər həm Əsəd Əhmədov, həm Dadaş Bünyadzadə, həm Məhəmməd Xiyabani küçəsindən keçən bütün avtobus xətlərinin dayanacağına çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin sənədi kupçadır, qiyməti 185 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277
14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Qanuni 2 otaqlı Leningrad layihəli mənzil çox münasib qiymətə satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlakları haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda, Qismət Şahlıq sarayının yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, ideal təmirli və həyata abadlaşdırılmış bir binada yerləşir, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər qarşısında parkı və əlavə olaraq bir neçə avtobus xəttinin dayanacağı da mövcuddur və həmçinin məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda, Qismət Şahlıq sarayının yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli, qazı, suyu, işığı daimi olan, sənədi kupçu olan və həyata abadlaşdırılmış bir binada yerləşir. Təcili olaraq satışa çıxarılıbdır. Bu mənzilin qiyməti 147 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Binanın yerləşdiyi ərazi ilk öncə də bildirdiyim kimi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər parka və bir neçə avtobus xəttinin sonuncu dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Bu qiymətə Yeni Yasamalda belə bir mənzil tapmaq qeyri-mümkündür. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Dadaş Bünyadzadə küçəsində yeni inşa olunmuş hündür mərtəbəli binanın sonuncu mərtəbəsində mansard olmasına baxmayaraq mənzilin tavanları düzdür. Dəyərli izləyicilər, bu mənzilin qiyməti haqqında sonda məlumat verəcəm, izləmədə qalın. Ən əsas məsələ ondan ibarətdir ki, mənzilin sənədi çıxarışdır, yəni kupçadır. İsitmə sistemi kombidir, binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına, məktəbə və bağçaya çox yaxın bir ərazidə yerləşir. Bir də onu xatırladım ki, bu mənzil bütün mebelləri və texniki avadanlıqları ilə birlikdə bu qiymətə satılır. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Dadaş Bünyadzadə küçəsində yeni inşa olunmuş hündür mərtəbəli binanın sonuncu mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli, sənədi kupçu olan, qazı, suyu, işığı daimi olan bir mənzildir. İsitmə sistemi kombidir. Mənzil bütün əşyaları ilə birlikdə satılır. Bu mənzilin qiyməti 117 min manatdır. Əvvəldə də demişdim, bu qiymətə belə bir mənzil Yeni Yasamalda tapmaq qeyri-mümkündür. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277
1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.